Bugün deməli öyrənirik sadə cümlənin şəxsə görə növlərini. Dərsin adını yazaq və sonra başa düşək ki, bir bizə nə edir? Sadə cümlənin şəxsə görə növləri. Bax, cümlənin quruluş sənəti növü var. İki cür. Sadə cümlə. Düzdür? Sadə cümlə nəyə deyilir? Bir mübtəda və bir xəbər olan cümlə. Mürəkkəbdir. Yəni, bir qrammatik əsası olan cümlə, bir mübtəda və bir xəbər olan cümlə sadə cümlədir. Bura qədər başa düşdük. Şəxs dedikdə nə nəzərdə tutulur? Şəxs dedikdə sintaksisdə mübtəda nəzərdə tutulur. Mübtəda şəxsdir və yaxud işi, hərəkəti icra edəndir. İndi sadə cümlənin, yəni bir qrammatik əsası olan cümlənin şəxsə, yəni mübtədəyə görə növləri. Mübtədanın olub-olmamasına görə sadə cümlənin müxtəlif növləri var. Sadə cümlə, buradan bölək və deyək. Xəbər əsasında formalaşan, xəbər əsasında formalaşmaq o deməkdir ki, cümlədə 100% xəbər olmalıdır. Xəbər əsasında formalaşan sadə cümlənin növü o deməkdir ki, tərkibində mütləq xəbər iştirak edəcəkdir. Mübtəda əsasında formalaşan sadə cümlə o deməkdir ki, tərkibində mütləq mübtəda olmalıdır. Mübtədasız bunu təsəvvür etmək mümkün deyil. Xəbər əsasında formalaşan sadə cümlənin 4 dənə növü var. 1, 2, 3, 4. Birinci adlanır müəyyən şəxsli. Müəyyən şəxsli, daha uzatmıram. Müəyyən şəxsli sadə cümlə. Hamısında sadə cümlə. İkinci, qeyri-müəyyən şəxsli. Qeyri-müəyyən şəxsli, sadə cümlə. Üçüncü, ümumi şəxsli. Ümumi şəxsli. Dördüncü isə şəxssiz cümlə. 4 dənədir. Deməli, xəbər əsasında formalaşan sadə cümlənin 4 dənə növü var. Müəyyən şəxsi cümlə, qeyri-müəyyən şəxsi cümlə, ümumi şəxsi cümlə və şəxsi cümlə. Bunlar bir-birlərinə, xüsusilə də ikinci, üçüncü bir-birlərinə çox oxşayır. Bilirsiniz nəyə oxşadığı kimi? Məhsul növünə qadiş növün bir-birinə oxşadığı kimi. Demək olar ki, eynidirlər, bir dənə məna ilə seçəsən. Ona görə diqqətlə qulaq asın ki, evdə də gedib testlərin üzünə baxmayın. Onlar sizə, siz də onlara baxmayasınız. Eləmi? Mübtəda əsasında formalaşan bircə dənə cümlə var. Adlıq cümlə və bu bunların içində ən hasandıdır. Adlıq cümlə. Deməli, bugün 5-ci öyrənirik. Xəbər əsasında formalaşan müəyyən şəxsi cümləyə baxaq. Birinci bunu öyrənək. Görək nədir? 1. Müəyyən şəxsi cümlə. Müəyyən şəxsi cümlədə, uşaqlar, o deməkdir ki, müəyyən nə deməkdir? Bildiyimiz bir şey biz müəyyən deyirik. Şəxs nə idi? Mübtəda, cümlə. Müəyyən şəxsi cümlə o deməkdir ki, mübtədası olan cümlə. Mübtəda cümlədə 100% var, görürük və ya bərpa eləyə bilirik. Mən, sən, o, biz, siz. Onları demirəm, ha. Onlarla mübtədanı bərpa eləmək olmaz, onun niyəsini deyəcəm. Deməli, müəyyən şəxsi cümlə o deməkdir ki, cümlədə ya mübtəda var, verifdir özü, hazır var. Mübtəda var, ya da bərpa oluna bilər. Bərpa oluna bilər. Bəs nə ilə bərpa edirdik biz mübtədalarımızı? Mən, sən, o, biz, siz. Onlarla olmaz. Yazıram. Onlar bərpa edilmir. Gəlin, indi nümunələrə baxaq. Məsəl üçün, deyirəm ki, nə deyək? Deyirəm ki, Nizaminin poema yaradıcılığı qiymətlidir.
Baxaq. Bax, qiymətlidir nədir? Xəbər. Düzdür? Nə qiymətlidir? Nizaminin poema yaradıcılığı. Burada mübtəda var. Mübtəda olan cümləyə nə deyirsən? Müəyyən şəxsi cümlə. Deyirsən ki, müəllim, bu müəyyən şəxsi sadə cümlədir. Bəs niyə sadədir? Çünki bir mübtəda, bir xəbəri var. Düzdürmü? Deyirsən, müəllim, bu cümlə müəyyən şəxsi sadə cümlədir. Sadə cümlədir, amma hansı növüdür? Müəyyən şəxsisindəndir. Niyə? Mübtədası var. Və yaxud da ki, bərpa olunan mübtəda ilə birini yazaq. Deyirəm ki, mənə bir stəkan çay süzdü. Bəli, çay süzdü. Süzdü. Kim? O. Onu verməyib cümlədir. Nə olasın? Bərpa elə. O mənə bir stəkan çay süzdü. Deməli, bərpa eləyəcəyin mübtəda mən, sən, o, biz, sizlə alınırsa əgər, yenə müəyyən şəxsi cümlədir. Çünki sən o mübtədasının yerinə mən qoya bilmərsən və yaxud da sən qoya bilmərsən. Bu açıq aşkar görsənir ki, bunun mübtədası odur. Versə də, verməsə də. Verməsə belə sənin üçün mübtəda müəyyəndir. Ona görə də deyirik ki, bərpa olunan mübtədalar da müəyyən şəxsli mübtədalar sayılır. Başqa cümlə yazaq və bu da son olsun. Məsəl üçün, deyirəm ki, dünən evə qaydanda, məsəl üçün, dostumla rastlaşdım. Dostumu gördüm. Belə bir cümlə. Dostumu gördüm. Bu necə cümlədir? Sadə cümlədir. Bəs hansı növündədir? Gördüm. Kim? Mən. Cümlədə yoxdur, amma bərpa olunur. Mən. Deməli, sadə cümlənin hansı növüdür? Müəyyən şəxsi cümlədir. Amma sənə desək ki, məsəl üçün, dostumu gördülər. Dünən evə qaydanda dostumu gördülər. Biraz belə qüsurlu cümlədən olsun. Dünən evə qaydanda dostumu gördülər. Sən burada deyə bilmərsən, kim, onlar, deyə bilirsən, demə amma. Deməyin düzgün deyil. Dünən evə qaydanda dostumu gördülər, çünki onlar şəxsi vəziyyə çox geniş anlayışdır. Onları deyəndə bilinmir kimi nəzərdə tutulur. O qədər anlayış genişdir ki, yenə sənin üçün bərpa olunsa belə, mübtəda qeyri-müəyyən qalır, məna aydınlaşmır. Ona görə də onlar mübtədası cümlədə bərpa olunmur. Onlar olmaz. Qutardı getdi. Onlarla bərpa olunan cümlə müəyyən şəxsi cümlə sayılmır. Yaxşı? Bu sənin müəyyən şəxsi cümlə. Müəyyən şəxsi cümləni hardan tanıyırıq? Cümlədə ya mübtəda var, ya da mən, sən, o, biz, sizlə bərpa edirsən. Tamamlıqla anlamlı cümlədə. Tamamlıqla işin yoxdur. Ola da bilər, olmaya da bilər. Əgər müxtəsər cümlə nə idi? Qısa cümlə. Yalnız mübtəda, ikinci dərəcəli üzv olmayan cümlə. Geniş nədir? İkinci dərəcəli üzv olan hər hansısa bir ikinci dərəcəli. Müəyyən şəxsi cümlələr geniş də ola bilər, müxtəsər də ola bilər. Yəni, yalnız mübtəda və xəbərdən də ibarət ola bilər. İkinci dərəcəli üzvlərdən də ibarət ola bilər. İkinci dərəcəli üzvün bunun növünə heç bir dəxli yoxdur. Ola da bilər. Ancaq mübtəda xəbərlə işləyəsən. İkinci dərəcəli üzvlərlə sənin sadə cümlənin növündə işin yoxdur. Mübtəda və xəbərlədir sənin işin. İkinci dərəcəli üzv olsa, sən deyəsən genişdir. Olmasa deyirsən müxtəsərdir. Bu qədər. O ancaq orada fərq edir. Növündə fərq eləmir. Gəldik qeyri-müəyyən şəxsi cümlələrə. Qeyri-müəyyən şəxsli cümlələr. Qeyri-müəyyən şəxsi cümlələri bəs axtararkən biz nələrə fikir verməliyik? Qeyri-müəyyən şəxsi cümlələr, uşaqlar, hərəkəti, işi icra eləyən kimdirsə bilinmir. Qeyri-müəyyən şəxslər tərəfindən icra olunubdur. Və bunun xəbəri, bu cümlələrin həmişə, istisnası da yoxdur, həmişə üçüncü şəxsin cəmində olur. Bax, belə, onlarla bərpa olunan. Üçüncü şəxsin cəmində olur və həmişə feili xəbərlidir. Həmişə feili xəbərlidir. Yəni, ismi xəbərli cümlə qeyri-müəyyən şəxsi cümlə ola bilməz. Amma müəyyən şəxsi cümlə ismi xəbərli də ola bilər. İsmi xəbərli də ola bilər. Üstəgəl feili xəbərli də ola bilər.
Məsəl üçün, hava soyuqdur. İsm xəbərlidir. Soyuqdur. Nə? Hava. Feili xəbərdə ola bilər. Amma qeyri-müəyyən şəxsi cümlələr ancaq feili xəbərli olacaqdır. Həmişə feili xəbərli olur. Sən gedib deməli nə axtarasan? Feil, üstəgəl lar. 2 variant. Axtaranda onlar da olmasa, onlar mübtədası cümlədə olmasa, olur qeyri-müəyyən şəxsi cümlə. Gəl baxaq. Məsəl üçün, deyir ki, bugün yarış keçirdilər. Sən qeyri-müəyyən şəxsi cümlədə. Yaxşı gəl birinci yoxlayaq ki, müəyyəndirmi? Keçirdilər. Kim onlar? Hə, müəllim demişdi, onlarla bərpa eləmək olmaz. Əlini saxlayırsan. Deməli, müəyyən şəxsi deyil. Keçirik. Qeyri-müəyyən şəxsi cümlədə nə axtarırdıq? Bu cümlələrin xəbəri həmişə üçüncü şəxsin cəmində olur. Yəni, feil üstəgəl lar axtarmalısan qeyri-müəyyən şəxsi cümlədə. Feil, keçirmək, lar. Baxırsan, cümlədə də onlar mübtədası yoxdursa, deməli, qeyri-müəyyən şəxsi cümlədir. Qutarı getdi. Bəs müəllim, bura onlar olsaydı, mənə verilən cümlədə onları mən bərpa eləmirəm, özü verilibdir. Onlar bugün yarış keçirdilər. Bunu mən nə götürüm? Keçirdilər kim? Onlar müəyyən şəxslidir artıq. Çünki onları cümlədə özü verib və cümlədə mübtəda vəzifəsindədir. Sən bərpa eləmədin. Versə müəyyən götür. Verməsə onları bərpa eləmədən qeyri-müəyyən götürəsən. Məntiqi çatdı. Onlar bugün yarış keçirdilər, müəyyən şəxsi cümlədir. Amma onları verməyibdirsə, qeyri-müəyyən şəxsi cümlədir. Sən bərpa eləyə bilmərsən. Aydın olur. Sonra nə deyək? Deyir ki, uşaqları öz evinə, öz evlərinə qonaq çağırmışdılar. Necə cümlədir? Çox asan. Baxırsan, xəbərə çağırmışdılar, feil üstəgəllardı. Bir dənə gedib cümlədə yoxlamaq lazımdır ki, onlar var yoxsa yox. Onlar yoxdur, deməli qeyri-müəyyəndir. Doğru getdi. Bu. Amma məsəl üçün, desək ki, siz neçə aldınız belə bir cümlədə? Siz neçə aldınız? Və yaxud da deyirəm ki, neçə aldınız? Bunun hər ikisi necə cümlədir? Siz olsa da, olmasa da. Müəyyən. Bəli, bunun hər ikisi müəyyəndir. Çünki bərpa olunan mübtədaların içində siz var. Onlar yoxdur deyə, onları cümlədə versə müəyyən şəxsidir, verməsə qeyri-müəyyəndir. Amma mən, sən, o, biz, siz mübtədaları cümlədə olsa da, olmasa da müəyyən şəxslidir. Aydındır? Çünki onlar bərpa oluna bilir. Bərpa oluna bilməyən onlardır. Çatdı da yəqin ki, deyim. Sonra, bu oldu sənin qeyri-müəyyən şəxsli cümlələrin. Qeyri-müəyyən şəxsli cümlələrdə haçar sözlər olaraq, deməli, feil üstəgəlləri axtarırsan, cümlənin sonluğunda feil olmalıdır, feili xəbər. Bir də larlər mütləq iştirak eləməlidir. Larlərsiz heç vaxt olmayacaq. Bir də açar söz olaraq, həmişə yox, çox vaxt burada bənzətmə mənalı modal sözlərdən istifadə oluna bilər. Elə bil ki, dolar, güya, bir də sanki, elə bil güya, sanki, bir də deyəsən. Modal sözlərindən istifadə elənə bilər. Daha doğrusu, daha çox istifadə elənir. Bu sözlərdə görəndə, yoxluyursan yenə də, feil üstəgəllər varsa, qeyri-müəyyən şəxsi cümlədir. Bunlar sadəcə olaraq açar söz kimi verirəm. O demək deyil ki, bunlar olan bütün cümlələr qeyri-müəyyən şəxsli olmağa məcburdur. Xeyr, bunlar gedib müəyyən şəxsidə də işlənə bilər. Bunlar sadəcə olaraq görəndə bir sümüyün sancısın ki, bu qeyri-müəyyən şəxsli olmağa daha yaxındır. Amma yenə də yoxlamalısan mübtəda və xəbəri. Olsa müəyyən şəxslidir. Əsası yəni feil. Bəli, əsas budur bax. Əsas budur. Bunlarda sən elə bir yol göstərir, ox işarəsi göstərir ki, oxşuyur bir, bax gör ondandır mı? Məsələn, deyirəm ki, gəl işlədək yazdığımızda sözləri. Gecənin bir yarısı. Elə bil onu yuxudan oyatdılar. Elə bil onu yuxudan oyatdılar. Məsələn, bu elə bil görəndə bir dənə sümüyün sancısın ki, bu oxşuyur. Bu açar idi, nəyisə açarı idi.
Hə, yuxudan oyatdılar. Amma qaça-qaça gedib də qeyri-müəyyən şəxsi cümlə götürmədə bir təmkinin olsun, başqa şeylərə də bax. Oyatdılar. Hə, burada onlar mübtədası olsa müəyyəndir. Yoxdur ki, hə, indi get qeyri-müəyyən götür. Yaxşı? Amma sənə desək ki, məsəl üçün, biz nə bilim, deyəsən, yuxarıda deyəsən də yazmışam da, biz deyəsən, yolu itirdik. Hətta sən burada deyəsən, görüb qaça-qaça gedib, qeyri-müəyyən şəxsi götürənmərsən. Çünki itirdik kim? Biz. Bu müəyyən şəxsidir. Yəni, bunu burada yazmaqda məqsədim o deyil ha, ki, yəni, bunları görəndə qeyri-müəyyən şəxsi cümlədir. Yaxşı, amma açar söz kimi bunları görəndə oxşarı qeyri-müəyyən şəxsi cümlədir. Get axtar, mübtədə xəbər. Tapmasan mübtədanı qeyri-müəyyən şəxsi cümlə götürərsən. Bu da oldu nə? Qeyri-müəyyən şəxsi cümlə. İndi gəldik ümumi şəxsi cümləyə. Ümumi şəxsi cümləni diqqətdən dinləyirsiniz. Çünki qeyri-müəyyənə dəhşət dərəcədə oxşuyur. Bir-birindən məzmununla fərqləndirəcək. Qayıdış növlə məhsul növ kimi. Bir-birlərinə elə bir qardaşdılar. Özü də ikiz qardaş. Baxaq. Qeyri-müəyyən şəxsi cümlələr. Ümumi şəxsli. Biraz da qalınladı. Çox məzmunlu. Deməli, ümumi şəxsli cümlələr. Ümumi şəxsli cümlələrdə, bax, gəl hələ bir anlayışı başa düşməyə çalışaq. Şəxs nə idi? Mübtəda, işi icra edən. Ümumi nədir? Hamı, hər kəsə aid olan. O deməkdir ki, cümlədəki hərəkət bütün mübtədalara, bütün şəxslərə, yəni ümumi hamıya aiddir. Hərəkət, iş, işin icrası əgər hamıya aiddirsə, mənə, sənə, ona, hamımıza aiddirsə, onu da biz götürürük. Ümumi şəxsi cümlələr. Bəs ümumi şəxsi cümlə deyəndə bunun açarı olaraq nə axtaracaq? Açar olaraq bunun, uşaqlar, yenə feil üstəgəl lar olacaqdır axırı. Bundakı kimi. Hə, bəs nətər fərqləndirəcək? Baxaq. Feil üstəgəl larını tapasan, bir də tapacaqsan ikinci şəxsin təki. İkinin təki nədir? Sən. İkinin təkində olan feil. Feil. Yəni, məsəl üçün, gedirsən. Aydındır, sən gedirsən. Və yaxud da ki, gələcəksən. Sən gələcəksən, görəcəksən. Ya üçün cəmində olacaqdır. Feil üstəgəllər nə deməkdir? Üçün cəmi deməkdir də. Üçün cəmi. Üçün cəmi nədir? Allah xətrinə, onlar. İkinin təki nədir? Sən. İkinci şəxsin təki səndir də. Olan feil. Deməli, ümumi şəxsi cümlələrdə ya onlara aid olan hərəkət var, ya sənə aid olan hərəkət var. Mənə, bizə, nə bilim, o, sonra nə qaldı orada? Mən, sən, biz, bir də siz. Sizə aid olan heç nə yoxdur. Ya ikinci şəxsin təkinə aid olan feil tapasan, ya üçüncü cəminə. İndi baxaq. Deməli, ümumi şəxsi cümlələr o deməkdir ki, bir şeyə, bir hərəkət varsa, bir iş icra olunursa, ona hamı icra eləyir, hamı rast gəlir, hamı görür, hamı, nə bilim, neyinir, ölçür, biçir. Gəl baxaq. Ümumi şəxsi cümlələrin məzmunu atalar sözlərinə daha uyğun olur. Çünki atalar sözləri də kim üçün deyilib? Bütün millət, bütün xalq üçün deyilibdir. Ona görə də ümumi şəxsi cümlələr çox vaxt, həmişə demirəm, çox vaxt atalar sözlərindən ibarət olur. Məsələn, gəl baxaq. 100 ölç, 1 bit. Yaxşı, qoy, buna yazım. 1 bit. Burada baxmaq lazımdır. Ümumi şəxsi cümlələrdə sən açarın nə idi? İkinci şəxsin təkində olan feil. Bit, sən bit. Gördünmü? Var. İndi fikirləşmək lazımdır. Mən bunu müəyyən şəxslimə götürüm, yoxsa ümumi şəxslimə götürüm? Mən bunu desəm ki, sən 100 ölç, sən 1 bit. Məna daralır, qısalır, məhdudlaşır. 100 ölç, 1 bit ifadəsi bütün hamıya aiddir. Hamı eləməlidir. Hamı bu cür davranmalıdır. Məna yalnız sənə aid deyil, hamıya aiddir bu sözün mənası. Ona görə də mübtədanı bərpa eləmirsən və deyirsən, ümumi şəxsli cümlədir. Ümumi şəxsli cümlə. Və yaxud, gəl baxaq. Deyirəm ki, və yaxud deyirəm ki, nə deyək? Hər, yox, dostdur, dar, gündəm, yenə atalar sözdür.
Dostu dar gündə tanıyarlar. Hamı. Asla. Hamı. Hamı elə eləməlidir. Dostu hamı dar gündə tanımalıdır. Burada uzaq baş fikirləşə bilərsən ki, tanıyarlar qeyri-müəyyən şəxsi cümləyə də oxşuyur. Bir dənə fikirləşimi görüm. Dostu dar gündə tanıyarlar. Bunu hamı eləməlidir axı. Hamı eləməlidirsə, deməli ümumidir. Aydındır? Biri var deyirəm ki, dünən yarış keçirdilər. Azərbaycan hamısı dünən yarış keçirdi. Yox. Deməli bu qeyri-müəyyən şəxsi cümlədir. Bir də deyirəm dostu dar gündə tanıyarlar. Hə, elə fikirləş, Allah xətrinə. Azərbaycanın hamısı dostu dar gündə tanımalıdır. Düz budur. Belə eləmirsə də eləməlidir. Aydındır? Məna cəhətdən. Eyni şeydir. Eyni şeydir. Bir dənə mənasından tapırsan. Sonra deyirəm ki, tutalım, yayda, Xəzərdə, tez-tez, suitiyə rast gəlirsən. Rast gəlirsən. Həmişə birinci xəbərə baxırıq. Rast gəlirsən. Kimsən? Hə, mən bunu müəyyən şəxsi götürüm, yoxsa ümumi fikirləşmək lazımdır. Yayda Xəzərə hamımız yığılıb gedəsi olsa, hamımız da suitini görəcək. Düzdürmü? Bir dənə sən görməyəsən. Hamımız görəcək. Buradakı hərəkət ümumidir, ümumi anlayışdır. Hamımıza aiddir. Ona görə ümumidir. Mənasını tanımalı. Mənasını tanıya bilərsən. Bir dənə cümlə yazaq, onu da məsəl üçün xəbəri ikinci şəxsin təkində olsun, fərqləndirək. O müəyyən şəxs olsun. Məsəl üçün deyirəm ki, dərsə hər gün məsəl üçün tezdən getməlisən. İndi başlayacaqlar. Ay müəllim, hamı dərsə tezdən getməlidir də. Bəlkə biriz gün ortası mendir. Kimsə. Bəlkə bir 5 yaşlıdır, getmir. Hə? Dərsə hər gün tezdən getməlisən. Anası içəri girir, uşağa deyir ki, hər gün tezdən getməlisən. Niyə gecikirsən, şikayət edirlər səndən. Getməlisən kim? Sən. Bir nəfərə aiddir bu danlaq. Bəlkə elə hamı hər gün tezdən gedir, elə bir nəfər gecikir. Aydındır? Uşaqlar bunu fikirləşir ki, hər gün hamı tezdən getmir. Hamı niyə gedir? Hamı niyə getməlidir tezdən? Bütün Azərbaycan hər gün tezdən dərsə gedir. Biri işə gedir, biri nə bilim nəyin dalından gedir. Düzdür? Deməli bu səndir, müəyyən şəxslidir. Hamıya aid deyil bu hərəkət. Amma yayda Xəzərə kim gedəsi olsa suitini görə bilər. Hamı. Deməli bu nədir? Ümumidir. Başa düşürük? Bəli. Mən inanmıram nəsə. Mən başa düşürəm. Asan gəldi. Asandır, çətin heç nə yoxdur. Desələr ki, bütün atalar sözləri ümumi şəxsli cümlədir. Xeyr, əgər tərkibində mübtəda olsa, müəyyənə keçir. Yoxdursa, ümumi götürə bilərsən. Məsəl üçün, deyirəm ki, deyirəm, ağac bar verəndə başına aşağı əyər. Bu, atalar sözüdür. O demək ki, sən gəlib ümumi götürəsən. Yox. Başını, nə gözəl yazdım, aşağı əyər. Əyər. Daha doğrusu, əyər hara, aşağı, nəyi, başını. Əyər. Kim əyər? Nə əyər? Ağac. Mübtədası var, hara götürsən ümumi? Ümumidə mübtədə olur? Yox. Mübtədə varsa müəyyəndir. Heç fikirləşmədim. Nə olsun ki, atalar sözü, dünəndən olsun. Və birinci qayda nə keçdi? Keçdi ki, mübtədə varsa, qutardı getdi, müəyyən şəxsi götürəsən. Atalar sözü olmur, dədələr sözü olsun, fərqi yoxdur. İndi gəl bir dənə də baxaq. Cümlələr yazıram, siz müəyyənləşdirin. Onu səhər tezdən iclasa çağırdılar. Bu cümləni müəyyənləşdirmək lazımdır. Sonra, ana ilə laqeyd danışmazlar. Laqeyd danışmazlar. Bunu müəyyənləşdirmək lazımdır. Bir də deyirəm ki, onlar hər gün işə gedirlər. İndi bunu müəyyənləşdirmək lazımdır ki, bunlar hansı növlərdədir? Məsəl üçün, onu səhər tezdən iclasa çağırdılar. Hansı növdədir? Hansı növdədir? Onu səhər tezdən iclasa çağırdılar. Mən çağırdılar orada, ona baxacaq. Qeyri-müəyyən. Qeyri-müəyyən. Düzdür. Qeyri-müəyyən. Ana ilə laqeyd danışmazlar. Müəyyən olacaq. Ana vurdu. Ümumidir.
Hamı. Müəyyən demək üçün sənə mübtəda lazımdır. Mübtəda var orada. Ya birincidə mübtəda var. Onlar hər gün işə gedirlər. Müəyyən. Niyə? Çünki gedirlər kim onlar? Çatdı. Gəldi şəxsizə. Şəxsiz. Şəxsiz cümlədə bu yetimlərdə yenə məsəl üçün qeyri-müəyyən şəxsdə onları səhv də olsa gətirib qoyurdun da, səhv də olsa. Onlar onu səhər tezdən iclasa çağırdılar. Olmaz eləmək. Amma səhv də olsa olur mübtəda artırmaq. Ümumidə də səhv də olsa olur. Onlar ana ilə laqeyd danışmazlar. Mənə uyğun gəlmir, demirəm artırın. Artırmaq olmaz. Amma səhv də olsa mümkündür. Və yaxud da müəyyən şəxsdə mübtədanın zaten özü olur. Bu üç dənədən səhv də olsa bir təhər mübtədanı görmək olar bir təhər. Şəxsiz cümlə elə cümlədir ki, öldür mübtəda qoyanmarsan. Mümkündür elə. Elə heç dəniz də olsun ora mübtəda qoyanmaz. Bax, bayaqdan qeyri-müəyyən şəxsiz cümləyə mübtəda qoyur. Bura qoyanmayacaq da. Burada yazdığım cümlələri qoya bilməyəcək. Get baxaq. Şəxsiz cümlə mübtədası olmayan, mübtədası yoxdur. Bayaqçıların da yox idi. Amma bir tərk səhv olsa qoyurduq. Eləmi? Bunun mübtədası yoxdur. Və istəsən də artıra bilmərsən. Və artırılması da mümkün olmayan cümlələrdir. Gəl baxaq. Artırılması mümkün olmayan cümlələrdir. Olmayan cümləciklərdir. Elə yazılır. Cümlələrdir. Gəl baxaq. Şəxsiz cümlə iki yerə bölünür. İsmi xəbərli şəxsiz cümlə və feili xəbərli şəxsiz cümlə. Deməli, müəyyən şəxsli də ismi xəbərli ola bilir. Bir də şəxsiz cümlə ismi xəbərli ola bilir. Ortadakılar qeyri-müəyyən və ümumi ismi xəbərli ola bilmir. Bu da ismi xəbərli ola bilər. İsmi xəbərli nümunə yazırım, baxar. İsmi xəbərli, bir də feili xəbərli şəxsiz cümlə ola bilər. Şəxsiz feillər yadınızdadır. Şəxsiz növü əmələ gətirirdilər. Məlum, məhsul, qayıtı, şəxsiz. Əgər şəxsiz növ feil gedib cümlədə xəbər vəzifəsindədirsə, həmin cümlə də şəxsiz cümlə yaranır. Şəxsiz növ feilin xəbər olduğu cümlə şəxsiz cümlədir. Çətindirmi? Yox. Məsəl üçün, ən məşhur şəxsiz növ feilimiz hansı idi? Baxıldı. Baxılmaq. Baxıldığını aparıb cümlədə xəbər edirsənsə, əgər cümlə də şəxsizə çevrilir. Məsəl üçün, deyirəm ki, xəstəyəm. Demişdim ya, əzbərliyim. Yaxşı, baxılır. Burada sən əzbər bilirdinsə, baxılır, bilirsən ki, şəxsiz növ feildir. Gəlib, burada da xəbər vəzifəsini qutardı. Şəxsiz cümlədir. Heç də fikirləşmirsən. İndi yaxşı, gəl sübut eləyək dediyimizi. Xəstəyə yaxşı baxılır cümləsində demişik mübtəda yoxdur, zaten yoxdur. Demişik özdə artırıla da bilmir. Gəl artırmağa çalışaq, bu görək alınırmı? Mən xəstəyə yaxşı baxılır. Sən xəstəyə yaxşı baxılır. O xəstəyə yaxşı baxılır. Biz xəstəyə yaxşı baxılır. Görsən, mümkündür. Gəl onlar qoyaq. Onlar xəstəyə yaxşı baxılır. Mümkündür elə, yəni artırılmır, heç cümlə qəbul eləmir. Və yaxud da deyirəm ki, iclasda şagirdə söz verildi. Söz verilmək şəxsiz feildir və gəlib xəbər olubdur deyə şəxsiz cümlə yaradır. Söz verildi. Gəl bu cümləyə mübtəda artır görüm. İclasda şagirdə söz verildi. Mən iclasda şagirdə söz verildi. Qəbul eləmir. Elə bir tulluyur, bir təpik vurur ki, çıx, sənin yerin yoxdur burada. Mümkündür. Nə ismi xəbərliyə, nə feili xəbərli şəxsiz cümləyə mübtəda artırılması qeyri-mümkün hadisədir. Bu sənin işini asanlaşdırır. Orada səndən şəxsiz cümləni istəyəndə, bu mən, sən, o, biz, siz onları bir təhər cümləyə daxil eləməyə çalış. Gördün, girmir. Deməli odur. Çətin deyil? Yox. Əlavə olaraq hardan tanıyırıq? Şəxsiz növ feillərdən tanıyırıq. Şəxsiz növ feillərdən tanıyırsan, şəxsiz növ feil cümlədə xəbər olsa, cümlədə xəbər olanda nə yaranır? Feil xəbərli şəxsiz cümlə yaranır. Xəbər olanda, yəni məntiqlə o yaranmalıdır da. Çünki şəxsiz növ feil cümlədə xəbərdirsə, elə cümlə də ondan olacaqdır da. Bəs ismi xəbərli şəxsiz cümlə nədir, uşaqlar? İsmi xəbərli şəxsiz cümlələri bunun deməli
İfadə oluna bilər nələrlə? Zərflərlə ifadə oluna bilər. Nə bilim, ismlə ifadə oluna bilər. İsmi birləşmələrlə ifadə oluna bilər. Məsəl üçün deyirəm ki, kənddə toydur. Kənddə toydur. Nöqtə. Burada. İndi burada mübtədə var. Yox. Toydur. Toydur. Harada? Kənddə. İndi bura mübtədə artırmağa çalış. Mən kənddə toydur, sən kənddə toydur. O kənddə toydur. Görsən, o kənddə toydur deyəndə o orada mübtədə yox, təyin olacaqdır. Düzdürmü? Hansı kənddə toydur? O kənddə. Yəni onu o artırıb mübtədə artıra bildim deyə sevinməyin. Ya biz kənddə toyduq. Görsənmi? Götürmür, cümləyə daxil etmək mümkün deyil. Və yaxud da səhərdir. Al. Səhərdir, nöqtə. Bu səhərdir. Mübtəda yoxdur, daxil edilməsi mümkün deyil. Deməli şəxsi cümlədir. Bəs necə şəxsi cümlədir? İsmi xəbər. Niyə? Çünki zərflə ifadə olunur. Deyirəm ki, gecdir. Al, cümlədir bu. Nədir? İsmi xəbərli şəxsi cümlə. Və yaxud da deyirəm ki, yazın ilk aylarından biri idi. Biridir. Biri, yox, idi. Biri idi. Yazın ilk aylarından biri idi. Bunun hamısı birlikdə xəbərdir. Üçüncü növdür çünki. Yazın, yəlik aldı, biri də mənsubiyyət ayrılmır bir-birindən. Yazın ilk aylarından biri idi. Nə vaxt idi? Tardı. Sən bura mübtədə artıra bilmirsənsə, həmin cümlə şəxsi cümlədir. İsmi xəbərli, feil xəbərli olmağına da sözlərə baxıb qərarlaşdırmaq olur. Sən orada şəxsi növ feil görürsənsə, feil xəbərlidir. Başqa nə görürsən gör, ismi birləşmə olsun, nə bilim, frazem olsun. Frazem olanda diqqətli olmaq lazımdır. Şəxsiz növbə keçirsə, olacaqdır feil xəbərli. Başqa, bu gün ayın 3-üdür. Bu gün, çox hər gün işlətdiyimiz cümlə. Nə bilim, ayın neçəsidir bu gün? 21. 21-idir. 20, Allah xətrinə yazaq. 1-idir. Bax, ayın 21-idir. Üçüncü növdürmü? Ayırmaq olmur. Nə zaman? Bu gün. Mübtədə var burada. Yoxdur. Artıra da bilməzsən. Mən bugün ayın 21-idir. Deyə bilirsən, deyə bilmirsən. Uzun sözün qısası. Mən, sən, o, biz, siz, onlar. Girmədiyi cümlələr şəxsi cümlədir. Çətindir? Yox. 2 yerə bölünür. İsmi xəbərli, feili xəbərli. Gedib tapassan da, ismi xəbər tanımırsan nədir? Ay, otur aşağı hələ qalıbdır. İsmi xəbər bilirsən nədir? Xəbərdə keçirsən. Feili xəbərdə şəxsiz növ feilindən ifadə olunacaq. Qaldı adlıq cümlə. Bir də burada bir dənə struktur var. Maq, üstəgəl, olmaz. Həmişə şəxsiz cümlədir. 24 dəqiqə qaldı. Canın sağ olsun. Şəxsiz cümlədir. Bax, bunları eləmək olmaz. Bu strukturu görsənsə maq üstəgəl olmaz. Bunları tamamlıq deyil. Tamamlıq. Maq üstəgəl olmaz strukturu nədir? Həmişə şəxsizdir. Və başqa şey deyək. Deyirəm ki, dərsdə yatmaq olmaz. Gülmək olmaz. İşəklik eləmək olmaz. Bu siyahını en qədər artıra bilərik, bilirik. Yatmaq olmaz. Harada? Dərsdə. Belə götürəsən. Birdən uşaqlar belə eləyirik. Müəllim, bəs dərsdə yatmaq məstər tərkibi daxil. Düz də deyirlər. Onu deyən uşağın başı işləyir. Amma əgər maq üstəgəl olmazı sən görürsənsə, burada belə bitişdirirsən. Maqdan sonrakını bitişdirirsən. Maqdan əvvəlkini buraxır da. Bax, əslində biz nətər götürürdük? Dərsdə yatmağı bir götürməliydik də, düzdür? Amma bu struktur olanda biz maq üstəgəl olmazı bir götürürüksə, artıq qabağındakı sözü ayırırıq. Yaxşı, bu da sənin yenə kimi keçdiyin o məstər tərkibinə zidd olan bir şeydir. Ki, məstər tərkibi qabağındakı sözü buraxmırdı, maq üstəgəl olması strukturunu da buraxır. Eləcə də yazıram bil. Maq üstəgəl istəmək. Maq üstəgəl bilmək. Bunları əlavə yazıram. Bölgənərsiz. Bilmək. Maq üstəgəl bacarmaq. Bu strukturlarda məstər qabağındakı sözü buraxır. Buraxır, bunlarla bitişir. Yaxşı, maraqlıdır bax. Maq üstəgəl, istəmək, bilmək, bacarmaq. Birini də yuxarıda yazın da. Maq üstəgəl olmaz. 4 dənə strukturu görürsənsə,
Man, yəni məstər, qabağındakı sözləri buraxır, bunlarla bitişir. Çox maraqlıdır. Gəl baxaq. Deyirəm ki, məsəl üçün, nə deyirəm? O hələ də, məsəl üçün, oxumağı, yox, o elə sözdür yazaq ki, məsəl üçün, kitabdan, biraz çox olsun da, kitabdan mətni oxumağı bilmir. Belə bir cümlə yazıq. Biz nətər götürürdük həmişə? Kitabdan mətni oxumağı bilmir. Nəyi? Kitabdan mətni oxumağı. Amma bu strukturu görürsənsə, artıq dəyişir hər şey. Oxumağı bilmir. Nəyi? Mətni. Hardan? Ya da nədən? Kitabdan. Kitabdan. Hardan? Kitabdan. Nə zaman? Hələ. Kim? O. Belə olur. 4 dənə strukturu yadımızda saxlayacaq. Yəqin ki, düşməyəcək. 11-lərə daha çox düşür. Amma yenə də siz hər ehtimal yadınızda saxlayın. Sintaktik təhlildə olsa, bunları məstər, qabağındakı sözləri buraxır, bunlarla qoşulur. Bu da belə getdi. Gəldik adlıq cümləyə. Dünyanın ən hasıq dərsi budur. Xitab deyil. Adlıq cümlə. Adlıq cümlədə heç nə olmaz. Xəbər olmur. Xəbər olmur. Bir də nə, kim, nə, hara sualına cavab verən sözü verir və yaxud da zərfliyi verir, nöqtə qoyur, qutar getdi. Xəbər ixtisara salır. Məsələn, yanvar ayı, nöqtə, adlıq cümlədir. Niyə? Xəbər yoxdur. O biri yetimçələrin hamısının xəbəri var. Düzdürmü? Xəbər olmasa yaranmırlar. Bunun da xəbəri olmur. Xəbəri olmayan cümləyə götürürsən. Dayanayım. Sonra deyirəm ki, Novruzun son çərşənbəsi. Novruzun son çərşənbəsi. Üçüncü nöqtə. Yoxdur xəbər. Desəydi ki, Novruzun son çərşənbəsidir, onda olardı şəxssiz. Dırı verməyibdi deyə. Deməli, bu xəbər deyil. Adlıq cümlədir. Dayan. Və yaxud da deyirəm ki, Qarabağ. Nöqtə. Ən çox bədii əsərlərdə, əgər oxuyursunuzsa, dram əsərlərində dialoqlardan qabaq verilir. Səhnəni təsvir etmək üçün verilir. Qarabağ, Şuşa qalası, nə bilim, Xurşudbanu Natəvanın otağı. Ağlına nə gəlir? Qarabağ, Qarabağdakı Şuşa qalası və təsvir edirsən ki, Natəvan o otaqda durur. Həmin vəziyyəti sənin gözündə təsvir eləmək üçün adlıq cümlələrdən istifadə olunur və həmin cümlələrdə xəbəri olmur. Çox geniş istifadə olunmur bu cümlələr, amma bədii əsərlərdə rast gələ bilərik. Deməli, xəbər olmayan cümlə nə deyirik? Adlıq cümlə deyirik. Sözü verir, dalına nöqtə qoyur. Nədir? Adlıq cümlədir. Və yaxud da Qarabağda olar, gözəl Qarabağda olar. Təyin ola bilər cümlədə, zərflik də ola bilər, mübtəda da ola bilər. Amma tamamlıqla xəbər olmur. Tamamlıq da ona görə olmur ki, tamamlıq da xəbərə tabi olan bir şeydir. Düzdürmü? Dayan. Bir də bizim üzvlənməyən cümlələrimiz var. Söz cümlə. Çox asandır. Söz cümlə nədir? Biz cümlələri cümlə üzvlərinə bölürük də. Yəni, nə edirik? Sintaktik təhlil edirik. Xəbər olur, mübtədası olur, bunlar kimi. Birinin mübtədası olur, birinin xəbəri olmur. Nə bilim də nəsə. Elə cümlələrimiz var ki, altından xətt çəkilir. Məsəl üçün, xitabın altından xətt çəkilmirdi, amma cümlə deyildi. Ara sözün də altından xətt çəkilmirdi, amma cümlə deyildi. İndi elə cümlələrimiz var ki, söz cümlələrimiz var. Bir cümlədir. Heç bir xətt çəkə bilmirsən. Nə xəbər yoxdur, nə mübtəda yoxdur, heç nə yoxdur. Gəl baxaq görək. Söz cümlələrinin adı nədir? Üzvlənməyən. Üzvlənməyən nə demək? Yəni cümlə üzvü yoxdur, altından xətt çəkilmir. Bunlar nə ilə ifadə oluna bilər? Yadımızda saxlayırıq. İfadə oluna bilər. Təsdiq və inkar ədatlarından incənə təkrarladık. İnkar ədatı, hə, yox, bəli, xeyr. İnkar ədatı. Qulaq as, bircə dəqiqəlik dərs qalıb. 2. Modal sözlərlə ifadə edə bilərsən. Bir də ifadə edə bilərsən nidalarla. Nə deməkdir aşağılar? Məntiqini başa düşün, çox asandır. Bax, birinizə sual verirsiniz. Deyir ki, Fəridə,
Sabah dərsə gedəcəksən. Bu bir üzvlənən cümlədir. Çünki altından xətləyə bilərsən. Fərdə də qayıdır deyir, hə, nöqtə. Bu bir cümlədir. Çünki nöqtə qoyur. Amma burada mübtədə xəbər təyin tamamlıq səhvlik var? Yoxdur. Bunun altına xətt çəkə bilirsən? Yox. Deməli bu necə cümlədir? Üzvlənməyən və ya söz cümlə. Aydındır? Və yaxud da Səbinəyə deyirəm, Səbinə, sabah dərsə gələcəksən? Səbinə deyir, yox, nöqtə. Cavab verdim ha. Cümlə ilə cavab verdi. Yox da bir cümlədir. Amma mən bu cümlədə mübtədə xəbər ayıra bilərəm. Yox. Deməli üzvlənmir. Yəni söz cümlədir. Və yaxud mən Ceyhuna deyirəm ki, Ceyhun, maman evdə səni danlayır. Deyir, əlbəttə. Fəxrlə. Deyir, əlbəttə. O mənə cavab verdi. Mən də başa düşdüm ki, danlayırmış. Əlbəttə bir cümlədir. Amma mən onda mübtədə xəbər tapa bilərəm? Yox. Deməli, necə cümlədir? Üzvlənmir, yəni söz cümlədir. Və yaxud da deyirəm, ay İkanan, sən o mətni oxumuşdun, deyir, müəllim, deyəsən. Deyəsən oxumuşdum deyəndə artıq xəbər gəlir. Oxumuşdum xəbərdir. Amma deyəsən cavabdır. Deyəsən də saxlayırsa cümləni, mənə söz cümlə ilə cavab verir. Yəni üzvlənməyən cümlə ilə cavab verir. Və yaxud nidalarla. Deyirəm Məhəmməd, bezdin? Məhəmməd deyir, cavab verdim ha. Bir cavabdır. Yəni mən başa düşdüm ki, o bezibdir. Amma nidadır. Sən burada mübtədə xəbər ayıranmarsan. Və yaxud da deyirəm ki, ay Məhəmməd, qorxdun? Deyir, bezir. Hə, yəni qorxdum. Bu bir cümlədir, amma sən burada mübtədə xəbər ayıranmırsan. Uzun sözün qısası. Sənə verilən dialoqda sual cümlələrlə və yaxud nəqli cümlələrlə sən cavab vermə haqqın var. Təsdiq və inkar ədatlarından, modal sözlərlə və nidalarla cavab verə bilirsən. Amma sənin o verdiyin cavablar, əgər başqa cümlə üzvü yoxdursa həmin cümlədə, yoxdursa, söz cümlə adlanır və yaxud üzvlənməyən cümlə adlanır. Niyə? Çünki mübtədə xəbərə və yaxud da digər cümlə üzvlərinə bölünmür. Amma desək ki, Məhəmməd, bezdim. Bu artıq üzvlənən. Niyə? Xəbər var. Bəli, bezdim kim mən? Müəyyən şəxsi cümlədir. Burada sadəcə olaraq nidadır. Təkcə nida ilə cavab verməyib ma, həm də xəbərlə cavab verir. Və yaxud da desək ki, Ceyhun, mama sən danlayır, deyir, əlbəttə danlayır. Artıq bu üzvlənən cümlədir. Çünki burada bir xəbər var. Hətta bir o da artıra bilərsən, müəyyən şəxsi cümlə ilə mənə cavab veribdir. Əlbəttə burada sadəcə olaraq təsdiq modal sözü və yaxud ara sözü kimi rol oynayır. Amma təkcə desəydi əlbəttə, üzvlənməyən cümlə kimi söz cümlə götürəcəkdik. Başa düşdünüz? Bilə bilərsiniz. Müəllimin bir dəqiqəsi söyləmir.